Salam dəyərli izləyicilər, əməkdar artist Cabir İmanovun çəkildiyi reklamlar niyə hələ də yığışdırılmır? Bundan bağlı bir açıqlamanı diqqətinizə çatdırırıq. Deməli, Agrovest MMC ilə əlaqə saxlayıb ölkəmizin əməkdaşları və şirkətin marketinq meneceri Tural Məmmədov bildirib ki, Cabir bəylə həm insan kimi, həm də partnyor kimi çox yaxşı münasibətlərimiz olub. O bizim dəyərli aktyorumuz idi. Xatirəsinə hörmət əlaməti olaraq reklamları sökmədik. Həm də müqaviləmiz var. Müqavilə uzun müddətlidir və biz onun fotosundan istifadə etmək üçün illik ödəniş etmişik. Vəfat etdiyi gün aktyora hörmət əlaməti olaraq efirlərdə onun iştirak etdiyi reklam çarxlarının yayımını müvəqqəti olaraq dayandırmışıq. Hətta buna görə ailəsi bizə təşəkkür də edib. Amma metroda reklam lövhəsinin dəyişdirilməsi daha böyük vəsait tələb edir. Biz reklamlarla bağlı Tahir bəylə və ailə üzvləri ilə danışmışıq. Reklamların yayımının davam etməsinə etiraz etmədiklərini deyiblər. Və şirkət təmsilçisi Cabir İmanovun çəkildiyi və hələ yayımlanmayan reklam çarxlarından da söz açıb. Bizim mərhum əməkdar artistlə növbəti illərdə də yayımlamağı düşündüyümüz işlərimiz var. Onun xatirəsini yaşatmaq istəyirik. İnşallah yaxın günlərdə onun efirə çıxmayan 2 video rolikini yayımlamağı düşünürük. Müqavilə şərtlərinə uyğun olaraq Cabir İmanovun ailə üzvlərinə qonorar verməyi düşünürük və bunun üçün də təbii ki, ailə üzvlərindən razılıq alacaq. Qeyd edək ki, Cabir İmanov sentyabrın 29-da Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib və 49 yaşında vəfat edib. O, Yasamal qəbristanlığında dəfn edilib.